Adamın zürriyetidir. Hemen belinde olanlar. Ve bir hissesi cennete gelecektir. Üçüncü kısım da vardır. Üçüncü kısım, onlar cennet ehlidir. Ehl olarak oranın ehlidir. Ama günahları onları cennette iptidaen bırakmır. Namazı sehnenkarlık verirler. Gah kılırdılar, gah terk edirdiler. Kılaram inşallah diyenlerden idiler. 60 yaşında kılaram diyenlerden idiler. Kebair ehlidir. Büyük günah sahipleridir. Pulum çoxalıb amma vermək ağır deyə. Adam da 50 min zekat çıxardar. Ağır gəlir onu çıxartmaq. Kəbair əhlidir. Ha? Həc boynuna vacib olur. Getmir. İli ilə satır, əcəl gəlir onu aparır. Yəni bu nədir? Şərab içir, tansoya gedir, musiqi məclislərində olur. Amma Allah sevir, Rasulunu sevir. Deyir, mən də müsəlmanam. Mən də möminəm. Bunlar Allah-u Teala'nın onlardan tələb etdiyi vacibləri gətirmədiklərinə görə cənnətə ibtidaən giriş qadağandır onlara. Əks halda Allah-u Teala'nın ədaləti orada pozulur. Onlar girməli, odda gətirmədik vaciblərin cəzasını çəkməlidirlər. Ləbifinə fiyhə əhqabə. Əhqabənin təfsirində gəlib ki, huqub 80 ildir. Hər fərzi 80 qatına vurun. Bir qılmayan namaz 80 ildir. Bir qılınmayan, qəsdən tərk olmuş namaz 80 ildir. Ləbifinə fiyhə əhqabə. Bu da Allah'ın kamil ədalətindəndir. Kafir deyəcək ki, ya Rabbi, mən də qılmırdım, bu da qılmırdı. Bu nətər oldu? Bir var, kökündən İslamdan çıxartmaq, o təkvirçilərin əxlaqıdır. Bir deyək, yox, heç kim onları müjdələmir ki, olan vəziyyəti əl olacaq. Gedin kef eləyin. Bəzilər deyək kimi, yox, elə də deyil. Bunlar ibtidaən cənnətə mən edirlər. Giriş qadağandır. Cəhənnəmə düşəcəklər. Gətirmədiyi fərz, Allah'ın tələb etdiyi hər bir vacibin kəfarəsini odla təmizlənəcəklər. Zina edənlərdə zinanın ləzzətini, həzzini, bədənin odunla, tamamilə, bütün ağrılarla ancaq kəfarəsi elədir. Qiyamət günü, əgər dünyada bağışlanmasa, həmçinin ahirətdə əff olunmasa, istisnadır təbii ki. Və digər kəbair, şərab içənlər, tərk eləməyənlər, onun üzərində ölənlər və s. Bunlar da nə olur? Tam təmizlənəndən sonra sonuc olaraq bunlar cəhənnəm əhli deyil, cəhənnəmə düşənlərdir. Var cəhənnəmə düşənlər və cəhənnəm əhli. Bunlar müxtəlif şeylərdir. Sonra axırda bunlar da çıxır, gedir. Amma çox yubanırlar. Çox yubanırlar. Tamam mı? Bir də var ki, subhanallah, təsəvvür edin, namazları tərk eləmirdi. Bu müsibətdir. Deyəcəm nə üçün? Zəkatını da vaxtında verirdi, artılamasıyla. Bura kimi yaxşı gəldi. Həcci də vaxtını eləmişdi. Bütün rükunlar yerində edilmişdi. Amma dəhşət kibir vardı qəlbində. İnsanlar yuxarıdan aşağı baxardı. Həp onları dilinə sancardı. Öz bahalı maşına minəndə yuxarıdan aşağı baxıb, maşın içində qeybət ilə gedərdi. Yəni bunlar və s. və s. Bu kibir onun qəlbindən çıxmadıqca, elə şəkildə ölərsə, ibtidaən başlanğıc olaraq cənnətə girməsi qadağan edilir. Hədisdə qəlbində zərrə qədər misqal kibir olan cənnətə girməyəcəkdir. Yəni ibtidan, ilkin olaraq girmək qadağandır. O cəhənnəmə düşməli, qəlbindəki o kibir tamamilə yuyulub təmizlənməli, işgəncə və əzabla peşman olmalı, nəyi var, tərtəmiz olmalı, gül balı, ağıl olmalı. Ondan sonra cənnət əhlinə uyğunlaşdırılandan sonra ən mükəmməl şəkildə təzədən cənnətə qaytarılmalıdır. Buna da qoş, həsəd eləyənləri. Buna da qoş, kin-küdara bəsləyənləri. Buna da qoş, nəmmamları, dostları, qardaşları, möminləri bir-birindən ayıranlar. Qoma əqrabanı bir-birinin arasına vuranlar. Qattatları. Lə yədxul cənnətəl qattat. Hədislər var. Lə yədxul cənnətə nəmmam. Nəmmam cənnətə girməz. İbtidaən. İlkin olaraq girməz. İlkin olaraq onlara giriş məndir, qadağandır. Həsəd eləyənlər, nəmmamlar, söz gəzdirənlər, iftira yaxanlar, böhtən yaxanlar, həmçinin yalancılar. Siz düşünürsünüz ki, bunlar balaca əməllərdir, bunlar balaca günahlardır, bunlar vallahi kəbairdir. Və insanın bütün dini ayinləri yerindədir. Telefonla oynama. İnsanın bütün dini ayinləri yerindədir. Amma insan yalancıdır. Fələ'nətullahi aləl kəzibin. Əl-İmran surəsi. Balaca günah deyil. Kəbairdəndir. Dəlildir nədir? Lənət gəlib. Allahın lənəti yalancıların üzərinə olsun. Adam yalancıdır. Fantazyor, göbbaz. Yəni insana etibar ediləsi deyil. İnsan belədir.
Bu insan təsəvvürlə islah olmamış, təmizlənməmiş, odda yanmamış, ağıllanmamış, gül balı olmamış birbaşa nə var nə var ki namazları yerindədir. Cənnətə girsə gör nəfəs ötürədər orada. Orada hamıya at-atı duracaq da. O bursu da hamıya həzət eləyəcək. Bu gərək cənnətə təmizlənsin, cəhənnəmdə təmizləsin. Girəcək orada deyəcək ki, xeyirdir o, Firdosdadır, mən xulddayım. Yox. Təsəvvürlə, bu gərək orada girsin, yansın, ağıllansın, gül bal olsun, tərtəmiz olsun. Ondan sonra onu gərək İbn-i Qeym bunu kitabın əvvəlində gətirir. Beləcə Allah Teala Adəmi və onun zürriyyətini daha mükəmməl bir şəkildə qaytarmaq üçün dünyaya göndərmişdi. Fikir verin. İndi biz möminlərin misala keçdik. Adam iftira atandı. Şərbazdır. İnsanlar şərləyəndir. Böhtan atandır. Söz gəzdirəndir. Qeybət edəndir. Eybləri həvəslə ifşa edəndir. Bunun cənnətin nə işi var? Abi namazlarım yerimdə, qarşı tövhidim yerimdə də xa. Tamam, Allahın ədalətinə bax. Gir, qəşəngcə, odda təmizdən, tərtəmiz. Peşman ol, ağıllan, gül bala ol, ondan sonra gir cənnətə. Çünki cənnət kamil diyardır. Nöqsansız diyardır. Hər bir insanın fitrətində mömin və kafir. Həmişə sual olur ki, olmazdı ki, dünya belə olmasaydı, belə olardı. Sən Allahdan çox bilirsən. Allahdan daha elmlisən. Əslində bu ağacın yeyilmə şeyi var, bu şah əsərdir. Bunu insanların çoxsu bilmir. Sənin təxəyyül etdiyin, hətta kafirin, Andreyin, Timanın təxəyyül etdiyi o dünya var, bu dünya belə olmamalıydı, əslində belə olmalıydı. O dünyanı Allah əzəldən yaratmışdı. O dünyanın adı Darül Xuld. Əbədi diyar. Cənnəti adnin təcri min təhtihəl ənhər vəl firdəvs əl-ə'lə. O hamısı əzəldən yaratılıb hazırdır. Hətta göz aydınlığı verəm. Dünyada sən yaratılmamışdan qabaq, dünyaya atan göndərilməmişdən qabaq o mükəmməl bir şəkildə artıq yaratılmışdı. Sən Allahdan çox bilə bilməzsən. O mükəmməli ilə vardır. Bax Allah Teala nə edir Subhanahu Teala? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni cənnəti becərin. Sahabe deyir ki, ya Rasul, cənnəti nətər becərək? Deyir, zikr eləyək, deyir ki, orada ağaçlar əkilir. La havlə və la quvvətə ilə billah, ağaçlar əkilir. Becərin. Yəni, təsbih eləyirsən və saraylar tikilir. Cənnət süslənir və bəzədilir. Allah xüsus hər Ramazan ayında. Cənnət elə bir mükəmməl diyardır ki, elə mükəmməl diyardır. Adəm və onun zürriyyəti yalnız tam mükəmməlliyini qazanandan sonra oraya girəcəkdir. Və burada mükəmməllik sözün bütün mənalarındadır. Hətta bədən cəhətdən. Baxın, Adəm yaratılanda başqa cürə idi. Bilirsiniz də onu. Ağacdan yeyəndə nə baş verdi? Övratı bizə çıxdı. Övratını görəndə o necə hallara düşdü? Başladı ağacın yarpaqlarını ötməyə və ağlamağa və qaçmağa. Çünki yerə yaratılmamışdı axı. Düzdür mü? Qiyamət günü Allah Teala Adəmin övladlarına, kişi və qadın olaraq cənnətə salmamışdan qabaq İnnə ənşə'nəhunə inşə'ə fəcəalnəhunə əbkara urban ətrabə li ashabil yəbin. Biz qiyamət günü onları cənnətə salmamışdan qabaq yenidən inşa edəcəyik. Allahu Akbar. Ən mükəmməl şəkildə. Baxın, mənəvi inşası ya tövbə ilə dünyada, ya da ki odda təmizləndi. Düzdür mü? Hətta onlar çıxanda həyat deyilən bir nəhir var orada, çay var. Ora köz şəklində tullayacaqlar onları. Orada təzdən onlar yetişəcəklər. Mənəvi cəhətdə odla təmizləndi. İndi də fizioloji cəhətdən Allah Teala onları yenidən inşa edəcəkdir. Onları elə mükəmməl cisim verəcək ki, elə bədən verəcək ki, dünyada ən çirkin qadın hurul indən gözəl olacaq. Dünyada yaratılmış ən çirkin qadın hurul indən gözəl olacaqdır. Təsəvvür nə deməkdir? Halbuki hurul inin vəsfi gəlib ki, yaylığını, nə deyirlər? Yaşması. Yaşmasını dünya səmasına bir dəfə belə eləyib qaytarsa, onun qoxusu, ətri, aromatı, gözəlliyi qiyamətin kim qalar? Hurul in o qədər gözəldir ki, dünya səmasına bir dəfə belə boylansa, qaytarsa, onun işığı burada qalır qiyamət gününə kimi. Bu dünyada iman etmiş, amma xilqət cəhətdən ibtila olub. Çox kifir yaratıb Rəbbi ona hikməti ilə. Şükür etdi, Rəbbinin qədərinə razı oldu, səbr etdi və qədərini qəbul elədi. Çünki, bax, bunun da hikməti burada açılır. Qiyamət günü həmin o mömin qadın, kamil qadın, həmin o vəsf olunan hurul ini gözəliyində tozda qoyacaqdır.
Delil de bu ayet. İnne enşe'nehune inşa'a. Biz onları kıyamet günü yeniden inşa edecek. Kim onları inşa edecek? Er-Rahmanur-Rahim. El-Musavvir, El-Halik, El-Bari, El-Bedi'. El-Bedi' ne demekti? Bu sözü adeten senetkarlar diller. Senetkar bir şey yaratan nedir? Yarattı ya, ayda. Öyle demirler. El-Bedi' sıfatı Allah'ın sıfatıdır. Yaratmak yani. Biri var yaratmak. Biri yarattı ya, o söz veriyor çıkıyor. El-Bedi'. Bedi' sanat. Sanat. Allah subhanahu teala mükemmel bir şekilde onları yaratacak. Yeniden inşa edecek. Yeniden her birine. Cennete giren her bir kişi ve kadını. İnne enşe'nehune inşa'a. Ve onlar hamısını yeniden subay edecek, bakir edecek. Kişilerde, kadınlarda. Feceallehune ebkâra. Uruben etraben li ashabil yemin. Onlar cennete giren de onlar tesevvürle. Cennette onları saraylar gösteriyor. Bir saray değil. Saraylardır. Birbirine benzemir. Yaxşı, saraydan bezdim. Təbiət istəyirəm. Xeymələr də var. Palatkalar. Tamam. Yaxşı, bunu da istəmirəm. Ağacların altına yatmaq istəyirəm. O da var. Onu da istəmirəm. Suyun üstündə uçmaq istəyirəm. O da var. Onu da istəmirəm. Ən axırıncı sürətlə, su sürəti yox, işıq sürəti ilə uçmaq istəyirəm. O da var. Yani ürəyin ne isteyecek orada? İstediğin şeyler de en güzel şeyler olacak, mükemmel. Allah Teala onu sana verecek. Sahaben biri geldi ki, ya Resulallah, ben at yaman severim. Ben isterim cennette at olsa. Olar at olsun bir tane at yaman, ata bağlayayım at. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, o at yaqutdan olsa olar. Atın, sen görmüşsün bazı atlar necə möhtəşəm olur. Biraz çok göz olanda parıltı verir. Desem onun parıltısı yaqut kimi olsa necə olar? La ilahe illallah. Bir sene yaqut kimi parıldayan bir at olacak. Allahu Ekber. Fihe ma la aynun ra'at. Gözün hiç vakit görmediği, kulağın hiç eşitmeye, kalbin hiç vakit derk etmediği bir şeyler, o nimetler orada gözür. Rabbim onu bizden mehrum etmesin, biz de ona mehrum etmesin. Subhanahu Teala bu sözleri ve bu İbn-i Qayyim'den gelen bu nefis faydaları eşitenler için ve danışan için faydalı etsin. Hâdâ ve sallallahu ve sellim ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in.